Millət, videonu bir dəqiqəlik dayandırıram. İndi sizlərə Azərbaycanda ən güvənli, sərfəli və sürətli elmas vurulması üçün Freeshop'u təqdim edəcəm. Yəqin ki, Freeshop'u aranızda tanımayan yox. Freeshop Azərbaycanda ən güvənli elmas vurulması təqdim edən sayt. Bəli, səhv eşitmədiniz, sayt. Saytın linkini açıqlamaya qoyacağım. Gedib saytın rahat bir şəkildə elmaslarınızı ala bilərsiniz. Yoxsa mən saytı anlamıram deyirsiniz. Sizə ekranda əlaqə nömrəsi də var. WhatsApp üzərində əlaqə saxlayıb güvənli bir şəkildə elmaslarınızı ala bilərsiniz. Freeshop'da elmas vurulmasından başqa PUBG, Roblox'a, Brawl Stars'a və sair oyun platformalarında istədiyiniz qədər ödəniş edə bilərsiniz. Keçək videomuza. Salamünaleyküm dostlar, necəsiniz? Ümid edirəm ki, yaxşısınız. Bugünkü videomuz başlıqdan gördüyünüz üzrə Azərbaycandakı ən bahalı hesablardan birini inceləyəcəm. Hesabda nələr olub olmadığına baxacağıq və hesabın nə qədər dəyər olduğuna baxacağıq. Ümid edirəm maraqlı, əyləncəli bir video alınacaq. Siz də mənə dəstək olmaq üçün videonu bəyənib, abunə olub bildirim zilini aça bilərsiniz. Sizə burada video keçməzdən əvvəl demək istədiyim bir şey daha var. Burada bizim klanımız var. Ca Esports adında. Burada klan adının altında burada klan ID'si var. Klan ID'si vasitəsilə klanımıza gələ bilərsiniz. Klanımızda artıq 5 nəfərlik yer qalıb. Buyurub istəyən gələ bilər. Klanımız hər kəsə açıqdır. Nəysə, çox uzatmayaq, keçək videomuza. Yenidən gəldik uşaqlar. Hesaba girdim. Hesabın son qisas 81 level. Hesabda 610 elmas, 814 bu FF6'ı var. Prime 8. Bu arada 1 milyona doğru bu FF6'ı yığılır. Yok ya. Hal-hazırda 200 nə qədər qalıb? 200 neçə min. Buradan direkt aylıq üyelik var. Nə qədərdir buna baxaq, neçə günlük falan. 93 günlük. Bir xeyli var. 93 günlük aylıq üyelik yükləyib. Yəni yüklənib hesaba. Bu direkt kassaya girək. Kassada burada Kobra paltarı. Bizi direkt Kobra paltarı qarşılayır. Burada dovşan paltarımız var. Bu Galaxy tavşanı. Dovşanların arasında gözəl dovşanlardan biridir. Burada gördüğünüz kimi en değerli paltarlar, yəni ki düzülüb bura Royal Pass'ların, naturalar falan var. Yox deyiləcək hesab olar ha. Eynən budur. Yox yəni ki. Setlərimizə gəldik bu arada. Burada bir dənə qanunsuzumuz var. Ev ki hesabda qanunsuzlar yeni gəlməyinə baxmayaraq qanunsuzlar sadəcə bir dənədir. Yəni qanunsuz bir də qırmızıdır, başqa qanunsuz yoxdur. Hesabın olduğunu bir də bu setdən bilərik. Hesabın olduğunuz məsələn sorsalar sizdən, bir də paltar olduğunu bəsləyir. Bir dənə paltar ha. Burada başqa dinozavr paltarları falan var. Motorsu. Tam bunlara baxmayacağım. Direkt keçək burada paltarımıza. Burada dağınıq saç var. Gözəl saçsı bu arada. Mən yenə də bunu işlədim. Kombini pozmuram. Mən yığmışam indi. Pozmayayım. Burada saçları bir-bir mən keçirəm. Siz videonu dayandırıb belə baxa bilərsiniz. Yəni dəyərli saçlar var burada. Venom saçları falan var. Yəni çox dəyərli əşyaları var. Mən bir göz atmışdım videodan əvvəl. Yəni dostumuz bu arada bizə güvəndi. Hesabı Anabağdan verdi. Duygulandınız. Evet maalesef. Yəni o qədər lazım değildi. Yəni Anabağın başına bir şey olsa, yəni çox hesaba çoxlu miqdarda adam girəndə deyirlər belə Anabağ yanır. Kadir Demirel Erzurum Emredin komutanım. Çavuş, vatan bizim neyimiz? Anamız komutanım. Neymiş asker? Çavuşumuzun anasıymış komutanım. Allah belanı versin, şunu alın. Yəni başda qəbul eləmədim. Sonra yenə də çox dedi, belə başqa qəbul eləmədi o da. Mənə güvəndiyi üçün təşəkkür edirəm ona da. Burada gördüyünüz kimi ən dəyərli saçlar falan var. Buradan sonra artıq qızdır. Bura gəldiyimizdə artıq hesabın olduğunu belə dibinə kimi göstərir. Burada sizi görünə qarşılayır. Bu var ha bu. Çox belə şeytan bir şeydir. Sonra bu maska ən oldu maskalardan bu arada biridir. Əsl Joker baş. Bu da çox dəyərli bir şeydir. Squid Game. Squid Game'in bu maskası. İkinci Joker, qırmızı baş. Bu dovşan baş, əsl dovşan. Tüm set. Sonra saqqal baş. Baxın, saqqal baş deyirəm, ən oldlardandır. Şeytan baş, bu lap belə ayrı bir şeydir, oldu.
və sizə deyəcəyim ən oldun da oldu bir şey. Hesab dibindən də ötə bir oldluq var. Sakura, bütün sakuralar var hesabda. Bəli, düz eşitdiniz. Bütün sakuralar hesabdadır. Hələ videonun başındayıq, yəni bu qədər oldluq gördük. Videonu sevdiniz məncə. Yenə də kombinimi pozmayım. Öz yığdığım kombini pozamıram da. Belə. Maskalar da belə göstərim sizə. Belə üzlər var, gözəl. 98 ədəd, qara göz falan. Bax, burada ögəyi nəfəs tutulmağına yaşaya bilərsiniz. Burada gördüklərimiz yəni ki, ən dəyərlidir. Baxın burada. Qara qazaq onsuz kuşanmışam. Onun eşi, ağ qazaq var. Burada Venom'un köynəyi var. Koftası var. Sonra burada yeni futbolcu paltarı var və bir çox destansı elə əşyalar var. Mən bir-bir yenə demək istəmirəm. Burada özünüz görürsünüz. Mələk şalvarının koftası bu arada. Gördüyünüz kimi bir xeyli gözəl görünür. Burada panda paltarları var. Bu altın kaplamalar, hər bir şey var hesabda. Hesabda yox 877 kassa. Gördüyünüz kimi. Yəni get qutarmır. Gedirəm qutarmır yəni. Hesab o cür bir oldluğu var. Gördüyünüz kimi ən dəyərli paltarlar. Bu. Yəni ki bu yəni çoxunuz görmüsünüz. Burada gördüyünüz kimi. Bu da dəyərli bir şeydir. Bunu ulduzlayam. Burada gördüyünüz kimi dəyərli paltarlar, Joker köynəkləri. Bizi burada bir çox gözəl paltarlar qarşılayır. Burada gördüyümüz kimi burada Squid Game'in də köynəyi, koftası var. Favori limitə ulaşıb. Burada bir şey çıxardaq. Ya da nəysə qalsın. Sonra buradan mələk şal var. Baxın. İndi nəfəs kəsilməyi biraz da artır. Əsl qırmızı, daha doğrusu qırmızı mələk şalvarı. Burada bu sarı olan ən dəyərlilərdən biri. Bu qaqa. Bu hesabda varsa da nə deyim, kit hesabda yaşadıb. Yəni Azərbaycanın ən dəyərli hesablardan biridir bu. Sakura'nın bu altı. Bu klasik caz pantolonu. Bu da yəni ən dəyərli şalvarlardan biridir. Burada ağ mələk şalvarı. Mavisi buradadır. Ağı da burada. Sonra ayaqqabılara gəldiyimizdə. Gəlirik burada ayaqqabılarda gördüyünüz kimi. Bu dəyərli bir bu arada ayaqqabıdır. Bunu yəni ki bilin deyə deyirəm. Dəyərli ayaqqabıdır. Burada gördüyümüz kimi 600 ədəd ayaqqabımız var. 606. Burada biraz saxlayayım. Hə. Belə açılsın görürsünüz. Gördüyünüz kimi bir çox ayaqqabımız var. Get qutarmır yəni. Nəysə artıq biraz da edək. Nəysə ayaqqabılar o qədər də mənə maraqlı gəlmədiyi üçün keçək artıq ifadələrimizə. 142 ədəd ifadə var. Və demək istəyirəm ki, ən dəyərli və ən gözəl ifadələr buradadır. Bu ikili ifadə. P90 Max-dır. Yəni gözəl ifadəsini almışıq. Əsl bayraq ifadəsi olmasa da, yəni bu ifadə yenə də bayraq ifadəsi olaraq bu var. Bu var, yəni Skarnevosu. Bu var, taxt ifadəsi var, gül ifadəsi var. Gülmə ifadəsi var. Bu ikili ifadəsi var. Sonra belə deyə biləcəyim bir çox ifadə var. Gördüyünüz kimi bir çox ifadələr buradadır. Yəni ən çox ifadə olan hesablardan biridir. At yalanını s***ananı, Namık Kemal. Azərbaycanda dediyim ki, ən bahalı hesablardan biridir bu. 15 ədəd gəliş. 15 ədəd ən bahalı gəlişlərdən biri. Baxın, bu gəlişdən Kobra gəlişidir. İkinci dəfə gəldiyi bilmirəm. Mən ikinci dəfə desəm gəlməyib belə bu. Buradan baxsaz ən dəyərli ifadələr, daha doğrusu gəlişlər buradadır. Baxın, bu gəlişin özü belə sözü ilə bəsləyir də. Görün bir də bu gəlişə baxın bir də. Yəni auradır bu. Nəysə, dönüşümlərə keçdik. 3 ədəd dönüşümümüz var. Biri budur, biri bu Naruto'dur, biri də bu neydi bu? Yeni bir də paltar gəlmişdi bu aralar. Onun dönüşümüdür.
Bir-bir göstərməyəcəm yenə. Son vuruşlarda bunlar da o qədər maraqlı deyil. 10 ədəd var bundan. Nəysə kolleksiyalara gəldik. Burada çantamız budur. Leş listesi ölümü. Neydi bu? Hələ dizilində kutusu leş listesi. Yo, leş listesi yox. Bu adam öldürəndə kutu olur o. Budur belə. Paraşütümüz bu pandadır. Düşüş budur. Burada 15 ədəd düşüş var. Yəni bunlar bu aşağıda ən ikisini saymayaq və bir ikisini də saymasaq ən dəyərlər buradadır. Mən bunu hesabın yəsi daha doğrusu bunu işlədir. Burada da gök tahtası olaraq bu işlədilib. Məncə gözəldir bu da. Burada digərlərini göstərim. Çox bir şey yoxdur burada. Artıq maşınlara gəldik. Maşınlar gəldi, mənim nəfəsim tutuldu yəni. Burada bu qədər dəyərli maşınlar var yəni. Bir hamısını göstərirəm. Burada Cobra motoru, maskeleti. Burada gördüyünüz kimi dev kamyon. Və bir çox nələr. Burada atlar. 2 dənədir. Bu elmas da gəlmişdi bu arada. Gəldik profillərə. Profillərdə belə sürətli bir şəkildə göstərirəm. Bu cür. Burada da bu arada 5 dənə. Sadəcə hesabın yəsi heç bir şey olmayıb. Yəqin ki, heç bir şey işlətmir. Kassamız bu qədər idi. Keçdik indi silahlara. Silahlara sizə deyəcəyim odur ki, yəni burada mən direkt galeriyada göstərəcəm. Yəni videonu çox uzamamaq üçün. Yoxsa burada silahlar göstərsəm video bir xeyli uzayacaq. Burada gördüyünüz kimi 5 ədəd evomuz var. Hamısı da maxdır. Burada gördüyünüz kimi dəyərli belə bir katanamız var. Yəni çox dəyərli bir şeydir. Burada AUG görürsünüz, sniper, panda, AVM'si. Burada qardiyanları görürsünüz. Gördüyünüz kimi bir çox əşya, daha doğrusu silahlar. Katanalar, baxın gördüyünüz kimi yumruqlar. 1, 2, 3, 4, 8 ədəd yumruq var. 8 ədəd yumruq nə deməkdir yəni? 8 ədəd yumruq. Nəysə, silahlardan çıxdıq. Sizə videonun axırında belə bir şey demək istəyirəm. Videonun bu arada axırına çatdıq. Bu hesabın yiyəsi, yəni ki, Azərbaycanın ən bahalı hesabı sahibdir. Yəni təbrik edirik. 81 level belə bir hesab yığıb. Məncə çox gözəldir. Hesab bu arada ən tanınmış hesablardandır. Burada sizə göstərsəm hesabda Hanikonun burada dostluğu var. Fediyanın, Emilin və sizə bunu göstərmək istəyirdim. Vaxtında Vajimirinin də dostluğu olunmuş. Zəng etdiyiniz şəxsə zəng çatmır. Xahiş edirik təkrar zəng etməyəsiniz. Ona artıq zənglər çatmayacaq. O artıq Allah rəhmət eləsin. Yer cənnəti olsun. Nəysə, videonun axırına artıq çatdıq, sonuna çatdıq. Videonu bəyənib, abunə olub, bildirim zilini açmağı unutmayın ki, belə videolara qaçırmayasınız. Sağ olun, salamat qalın.